Mən bugün sizlərlə Hunger Games oynayacağıq və Hunger Games'imizin 4-cü bölümündəyik dostlar. İnşallah güzel bir video olarız dostlar. İndi oyunumuza başlayaq. Ortaya gedə bilmədim. Video çox tez başladı ondan dostlar. Siz də bu videonu dayandırıb kanalımıza abunə və like atmağı və yorum yazmağı çıxamayınız dostlar. İndi isə gedək burada testlər götürək. O kılıç sapısı artık biz öldü. Elimizde bizim setten başka ettiğimiz yoktu. Böyle bir set tapdıq. Dostlar, əslində bu 5-ci bölüm olmalıydı. Prosta ki, mənim bir dənə videom əngəlləndi YouTube'dan. Mən də bunu həddindən artıq çox əsəbləşdim. Gedib onu arxalayıb öldürək. Oxu vermə qaqa. Sən istifadə edə bilmirsən onu. Bəli dostlar. Bəzi dostlar 5-ci bölüm, 4-cü bölümümüz bizim əngəlləndi. Elə artıq əsəbləşmişdim ki, sabahın videosunu götürdüm, attım YouTube'a. Nəydi oyun? Bəli dostlar, əlam. Baktı düzəlsə çox yaxşı olacaq. Nəysə, yemək olmur. Yemeğimizi ye. Bəlkə düzəlsin artıq. Düzəldi. Bəli dostlar, bilməm niyə əngəlləndi. Həddindən artıq çox yaxşı render eləmişdim. Montajı çox gözəl olmuşdu. Amma nəticə YouTube'dan əngəlləndi. Ona görə 4-cü bölümü görə bilmədiniz dostlar. Orada da oyunda birinci çıxmışdı və çox güzel bir video olmuşdu. Amma hər neysə. 5 dəqiqə və 5 dəqiqədən. Bugün sizlərlə birlikdə nə edəcəyik? Heç bir fikrim yoxdur. Bəli, yeni bir seriyə başladıq. İnşallah bu serimiz yaxşı tutar öz yerini. Hunger Games yaxşı tutur, amma Modern Strike Online bilmirəm hələ. İnşallah onu da bəyənərsiniz əziz dostlar. Bunlar da tollayar gəlsin, yazda geynənmir heç biri. Var. Neyse, gedək ortaya görə nə var nə yox. Dostlar, bugün sizlərlə bir oyuncu necə PvP'də güclənə bilər. İlk öncə defansif oynamalıdır əziz dostlar. Biraz defansif oynamalısınız. Mesela defansif də nə deməkdir? Defansif o deməkdir ki əziz dostlar. Yəni qorxaq deməyək. Bəli, çox gözəl. Birinci onu yaxşı oxladıq. Oxlayandan sonra o işini gördük. Əşyalar onları yandırmaq lazımdır. Hər neysə. Çıxıb gedək. Bəli dostlar, bir PvP'nin necə görüşən bilər. İlk öncə dostlar, yaxşı bir defansif oynayır və jitter klik eləyə bilməlidir. Jitter kompüter olur, amma hər neysə. Tez-tez ekran basıb
adamı elə tez öldürə bilər və ya amma məsələn də güclü PvP deyiləm, amma biraz normal oynayıram. Fovu yuxarıda eləməlidir. Mənim də fov o qədər də yuxarı deyil, ortadadır. Bir saniyə, bunlar keçi alağı əsas keçdi. Yəni bu yeməkləri alaq belə. Vurub mən necədir? Elə bildim öldüm. Bəli dostlar, və çoxlu Minecraft oynamalıdır bunu öyrənmək üçün. Minecraft çoxlu oynasa və oyunu oynamağı bacarsa, onda heç bir problem yaradılmayacaq onun üçün. Və elə yaxşı oynayacaq. Biraz amma defansivlik lazımdır. Orada defansiv olmasaz, həmişə elə birinin üstünə durmursaz, onda birini ki öləcəksiniz. Elə heç bir PvP ola bilməz. Telefonda məsələn PvP-lər var. Türkiyədə bilirəm mən. Türkiyənin PvP-si olan şeydir. Minecraft Türkiyədən Furkan abidir. O həddindən artıq çox yaxşı Minecraft bacarır telefonda. Amma o da kanalı axır zamanlar artıq heç video almır. Bir aydan bir video çəkir. Hər nəysə onun kanalına getmir, söhbət bizim kanalımızdan gedir. Və dostlar, Asiflə bir yaxda video yoxladıq. Və Asiflə bir yaxda dostlar video yoxladıq. Videomuz yaxşı alınmadı. Yaxşı alınmadı deyəndə utduq, prosta ki Asif videonu səssizdə qoyub. Yox, ekran çəkicini səssizdə qoyub. Ondan sonra da artıq işimiz azımız oldu. Məcbur olduq ki artıq çəkməyə. Mən Asifin kanalında video çəksəydim, artıq o da alınmadı. Amma hər neysə, başqa vaxtlar görüşüb Asiflə video çəkəcəyik. Onun da kanalına abunə olmağı yadınızdan çıxarmayın əziz dostlar. O ne bu adam? PvP'de gəlişmək üçün onlar etmək lazımdır əziz dostlar. Amir bir şey. Hər neysə. LPS-dən da zibili çıxdı da, zibilçə deyəm, zəhləm gedir mən bu oyundan artıq. Videomuzda sizə qoyub 7 dəqiqə. Hər neysə dostlar, onda ikinci partda. Dostlar, ikinci partda görüşürük. LPS-dən bir yağız zibilçə LPS-yə görə çox gözəl bir oyundan elə bir çıxdıq. Zibilçə düz neymiş. Ortaya yoxsa getməyə, heç getməyə. Ortadan geçsem götürebilmeyeceği bir zibil de yoktu orada. Böyle bir taraftan işte ses de o. İnşallah vurmağa bir şey olsun esas bizim ses oldu. Hacker'a bakın olsun. Haydi zibil. Oynayabilmedim. Ben neyim? Eşeğe neyse artık. Dostlar buradan da sistemi size göstereyim. VIP dediği görev var. Neyse Midas. Bendeki şey var da hanadı. Kit bu da Midas. Zinde set verirsem. Zümrüt alır burayı ver bilmirəm nədir. Creeper kitləri şeydir. Kimdə? Ötür cəhənnəm. Qırıldı. Bu atlet nədir bilmirəm.
Bray verdi. Teleporter çox qəşəngdir, əladır. Tank Diamond set verirsə, Assassin Creed qılınc verirsə, burada ox verir və qız da Midas, bu da VIP-lik. Bəli dostlar, onu eləyə bilirsiniz. Bəli dostlar, videomun sonuna gələr. Videomu baxdığınız üçün təşəkkürlər. Kanalıma abunə olmağı yazın. Çıxamayın əziz dostlar və görüşənədək.